Tağıyeva, Göyçay rayon Xotkənd Mübariz Məmmədov adına tam orta ümumi təhsil məktəbinin 7B sinif şagirdiyəm. Kitablarla inkişaf edək layihəsinin üzvüyəm. Mən Dostum Mima adlı əsərlə tanış oldum və onu oxudum. İndi isə sizə bu maraqlı və əyləncəli əsər haqqında məlumat verəcəm. Bu əsərin baş qəhrəmanları Aylin adlı qız və Səhra rəngli sıçandır. Əsərin yazısı Reyhan Yusif qızı Şirxuniskayadır. Reyhan Yusif qızının dediyinə görə o balaca olanda onun Mima adlı oyuncaq sıçanı varmış. O inanır ki, kompüter erasında robot oyuncaq sıçanlar uşaqlarla danışacaqlar. Baş qəhrəmanlardan biri olan Aylin, 2-ci sinifdə oxuyan, digər qızlardan fərqlənməyən adi bir qızdır. Bir gün o, professorun evində yaşayan Mima adlı robot oyuncaq sıçanla tanış olur. Elə həmin gündən Mimi və Aylinin başına bir çox macəralı hadisələr gəlir. Professor süni beyin düzəldərək oyuncaq sıçanın beyninə yerləşdirir. Elə həmin gündən oyuncaq sıçan olur robot oyuncaq sıçan. Yəni uşaqlarla düşünüb, danışan, əylənən robot oyuncaq sıçan. Burada robot oyuncaq sıçan, yəni Mimi, Aylinə riyaziyyat fənnini də sevdirdi. Aylin riyaziyyat fənnini sevməyən bir qız idi. Mimi isə ona riyaziyyat fənnini başa saldı və ona riyaziyyat fənnini sevdirdi. Müasir dövrümüzdə də süni intellektə olan maraq geniş yayılmışdır. Eləməz, bu əsərdə də süni intellektdən, robot sıçanlardan, texnologiyalardan, kompüterdən və sair terminlərdən bəhs olunur. Mənim həmyaşıdlarıma tövsiyəm budur ki, sən də Dostum Mima adlı əsəri əlinə al. İnanıram ki, sən bu əsəri sevəcək və oxuyacaqsan. Bu əsər çox maraqlı və əyləncəlidir. Bu əsərin əsas ideyası bizə müasir dövrə ayaqlaşmağı və elm və texnologiyaları daha da dərindən öyrənməyə səsləyir. Oxuyaq ki, faydalı olaq, kitablarla inkişaf edək. Kitabları oxuduqca kitablar insana müxtəlif informasiyalar səsləyir və kitablar insana həyata müsbət tərəfdən baxmağı da kömək edir. İnsanı ruhən dincəldir və müxtəlif informasiyalar bəxş edir. Burada indi isə sizə yazısının dediyi cümlələri deyəcəm. Yazı deyir ki, bu maraqlı və əyləncəli əsəri bütün uşaqlara və bütün dünyaya tanıtdıraq ki, bu əsəri bütün uşaqlar oxusun. Çünki bu əsər çox maraqlı və əyləncəlidir. İndi isə mən öz adımdan kitablarla inkişaf edək layihəsinə dərin təşəkkürümü bildirirəm.